Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugünkü yeməyimiz kələm dolmasıdır. Hazırlanma qaydasını sizlərə göstərmək istədim. Bir orta boylu kələmi kötü hissəsindən dairəvi şəkildə kəsib ayırıram. Qaynar suya duz əlavə edib qazana yerləşdirirəm. Əziz xanımlar, kələmin kötü hissəsini əvvəlcədən ona görə ayırdım ki, sizlərə göstərim. Yəni kələmi qaynar suya qoyduqda onun yarpaqları necə rahat şəkildə bir-birindən ayrılır. Gördüyünüz kimi su qaynadıqca kələm pörtülür və yarpaqlarını əziyyət çəkmədən çox rahatlıqla, asanlıqla bir-birindən ayırmaq mümkündür. Kələm tam pörtüldü. Yarpaqlarını iki hissəyə bölürəm. Yəni yarpaq böyük olduğu üçün qalın hissəsini ayırıb götürürəm. Özünü iki yerə bölürəm yarpağın. Mən burada 1 kiloqram ət, 150 qram quzu quyruğu, 3 ədəd də soğanı ət maşından keçirmişəm. Üzərinə 2 ədəd pomidor, yarım stəkan yumru düyü, duz, istiot, sarı kök, darçın və 2 qaşıq da tomat əlavə edib əti yaxşıca qarışdırıram. Qeyd edeyim ki, soyuq havalarda mən kələm dolmasını bu qaydada hazırlayıram. Yəni sarı köklü darçındır. Həqiqətən darçın kələm dolmasına çox gözəl yaraşır. Çox gözəl yeməyin ətri olur, dadı olur. Fikir verirsinizsə, burada dolmaları bükdükcə bir tərəfi açıq qalır. Bu ondan ötürüdür ki, yəni yemək qaynara düşdükdə ətin kəfi dolmanın içərisində qalmasın. Sonda kələmin balaca yarpağını, qalın hissəsini sadəcə götürürəm, 2 hissəyə bölmürəm və yarpağı bütöv şəkildə istifadə edirəm. Və yerdə qalan xırda yarpaqları da dolmaların üzərindən düzürəm. Üzərinə kərə yağı və 1 stəkandan biraz az qaynar su əlavə edib qazın orta xodda, elə bil çox xod vermək lazım deyil, çox zəif də lazım deyil. Orta xodda bişirirəm. Amma yeməyimiz yarı bişmiş olanda üzərinə mən hazırlayıram burada 1 xörək qaşığı tomat, biraz sarı kök, biraz da qaynar su. Bunları qarışdırıram, tomatı suda tam həll edirəm. Yemək yarı bişmiş olanda həmən qarışımı bu yeməyin üzərindən gəzdirirəm və yenidən yeməyin bişməyini gözləyirəm. Yeməyimiz yağa düşdü. Bu o deməkdir, yağa düşdüsə deməli tam bişib hazırdır. Çox gözəl ətri, dadı, çox gözəl bir kələm dolması alındı həqiqətən. İnşallah siz də hazırlayarsınız. Sağ olun.